Yazmaqdan ötürü biz say sistemləri anlayışından istifadə edirik. Say sistemləri iki qrupa bölünür. Deməli, birinci mövqeli say sistemi, ikinci mövqeli say sistemi. Say sistemi, mövqeli say sistemi dedikdə bizim adətən onluq say sistemi nəzərdə tuturuq. Onluq say sistemində ədədləri yazmaqda ötürü riyazi simvol rəqəmlərdən istifadə edirdik. Ən kiçik rəqəm 0 idi, ən böyük rəqəm 9 idi. Mövqesiz say sistemlərində isə adətən Rum rəqəmləri anlayışından istifadə olunur. Yunan hərfləri də var, Yunan rəqəmləri də var, amma adətən Rum rəqəmlərindən avtomatikdə istifadə edirik. Rum rəqəmləri hansılardır? Bu ədədin mənası 1-dir. 2, 3, sonra 4, 5, 6, 7, 8, 9, 10. Sonra böyük rəqəmlər deməli el hərfi 50, C hərfi 100, D hərfi 500, M hərfi 1000. Rum rəqəmlərində və mövqe say sistemində bir şey yadımızda saxlamalıyıq ki, 3 simvoldan artıq simvol yanaşı yazıla bilmir. Onun üçün biz düyün simvollardan 1, 5, 50, 10, 50, 100, 500 və 1000 simvollardan istifadə edirik. Tutalım, 9 ədədini mən 5-in qarşısında 4 dənə rəqəm yaza bilmirəm. Onun üçün mən nə edirəm? Mən keçirəm 5 simvolundan yuxarı simvola, yəni 10-a. Onun soluna bir dənə 1 rəqəmi yazıram. Bunun mənası 10 çıx 1 deməkdir. Deyilir 9. Deməli, buradan belə bir qayda bilirik ki, deməli, birinci kiçik, sonra böyük rəqəm gələrsə, rəqəm olarsa nə olur? Çıxılır. Biz çox vaxt buna KB qaydası deyirik. Çift böyükdürsə deməli nə edirik? Çıxırıq. Yox, amma birinci böyük, sonra çift gələrsə, yəni böyük çift qaydası, onda nə edirik? Toplayırıq. Buna aid nümunə deyirəm. Gördüyümüz kimi 10 50-dən kiçikdir. Ona görə yazıram 50 çıx 10, cavab edər 40. Amma belə olsa 50 üstəgəl 10 olar. Cavab eləyər 60. 12-ci misala baxaq. Deməli 10, 10 belə bir ədəd verilibdir. Gördüyümüz kimi burada 2 dənə 10 var, yəni 2 vur 10-dur. Üstəgəl bir də 4 var. 4 simvolu var. Cavab edər 24. Eyni qaydada gəlin o birisinə baxaq. X, X, 4V. Gördüyümüz kimi 3 dənə 10-luq var, yəni 3 vur 10-dur. Üstəgəl yenə 4-dür. Cavab edər 34. XL 1X baxıram. XL 1 götürürük 50'dir. XL'in mənası nə oldu? Deməli 50-dən çıxdıq biz 10. Bunun da mənası 9'dur. 50'nin üstə 9 gələm, cavab edər 59. Bu qədər. Onluq say sistemində verilən ədədləri Rum rəqəmləri ilə yazın. Gəlin 13-cü suala baxaq. 13 ədədini götürək. Görürük, burada bir dənə onluğumuz var, bir dənə də üçlüyümüz var. Bunun mənası nə olacaqdır? Deməli, bir dənə onluq, bir dənə üçlük. Belə də yaza bilərik və ya biz bunu belə də yaza bilərik 13-ü. 10 üstəgəl 5 çıx 2. Belə olar. 10 yox, belə olmayacaqdır, belə səhv olur. Düzdə olar, amma 15 çıx 2 biraz yaxşı alınmır. Belə yazmaq olar. Yəni 10, 2, 5 belə yaxşı alınmır, amma ən yaxşı elə birinci dediyimiz oldu. Baxırıq deməli sonra 18-ə. Yenə baxıram 1 vur 10, üstəgəl 8-dir. 10 nədir? X-dır, 8 də budur. 5 bölünür 3 dənə xət. 101-ə baxaq. Bu nədir? 1 vur 100, üstəgəl 1-dir. Yüzlük C-dir, bir də belədir, C1 olar. Gəlin 147-yə baxaq.
Deməli 1 vur 100, üstə gəl 4 vur 10, üstə gəl 1 vur 7, 7 vur 1. Bu bərabər 1 100 C-dir. 4 vur 10 nətə yazmaq olar? X ilə yazmaq olar. 7 də məlum ki, belədir. Bu qədər. İndi burada sonra deməli riyaziyyat tarixi ilə bağlı qeydlər var. Əl-Xarəzmi Hind hesabı haqqında adlı kitabında o dövrdə Hindistanda yayılmış onluq say sistemini təsvir etmiş və bu sistemə uyğun hesab qaydaları vermişdir. Alim ilk dəfə olaraq Hind rəqəmləri ilə ədədlərin yazılışında S0 adlandırdığı sıfır rəqəmini istifadə etmişdir. Bəzi mənbələrdə, xüsusən Avropa ədəbiyyatında, riyaziyyat ədəbiyyatında, türklərdə də sıfır ədədi natal ədəd kimi götürülür. 14-cü gəlin misala baxaq görək. 14-cü misal nədir? Dünyada əhalisi ən çoxu olan ölkələr Çin və Hindistandır. İndi artıq Hindistan və Çindir. Yəni Hindistan daha çoxdur əhalisi. 2002-ci ildə Hindistanın əhalisi təqribən 1 milyard 402 milyon olubdur. Bu ədədə milyonluqlar sayını 5 vahid, 10 milyonlar sayını isə 4 vahid artıqda Çinin əhalisinin sayı alınır. Gəl birinci yazaq görək bu 1 milyon 402 milyon ədədini necə yazmaq lazımdır? Bunu yazaq. Sonra deyir ki, milyonluqlar sayı. Milyonluq hardadır? Deyir, bax bu 2-nin altındadır. Bunu 5 vahid artıram. 5 rəqəmə artıram. 10 milyonluq sayını isə 45, 4 vahid artıram. Yəni 4 vahid. Bunu toplayanda nə aldıq biz? Aldıq ki, deməli 1 milyard 400. 1 milyard 400 deməli 47 milyard. 1 milyard 447 milyon aldıq. Deməli Çin əhalisi olur 1 milyard 447 milyon. Hindistan əhalisi olur 1 milyard 402 milyon. Bu da bir dənə xüsusi qeydi yenə də deyirəm. İndi hal-hazırda Çin əhalisi Hindistan əhalisindən azdır. Yəni Hindistanın əhalisi daha çoxdur. Bu qədər.